süni intellekt təcili tibbi yardım həkimlərinə qalib gəldi. Harvard Tibb Məktəbi və Best İsrail Diakons Tibb Mərkəzi alimlərinin apardığı yeni araşdırma süni intellektin təcili tibbi hallarda diaqnoz qoyma qabiliyyətini qiymətləndirib. Araşdırmada OpenAI şirkətinin hazırladığı O1 modeli bəzi hallarda 2 həkimdən daha dəqiq nəticə göstərib. Tədqiqat zamanı təcili yardıma müraciət edən 76 xəstənin məlumatları analiz olunub. Həkimlərə və süni intellekt sistemlərinə xəstələrin elektron tibbi qeydlərində yer alan eyni məlumatlar təqdim edilib. Nəticələrə əsasən O1 modeli ilkin mərhələdə halların 67%-də düzgün və ya düzgünə yaxın diaqnoz qoyub. Müqayisə edilən həkimlər isə müvafiq olaraq 55 və 50% göstərici əldə edib. Mütəxəssislər bildirir ki, bu nəticələr süni intellektin həkimləri tam əvəz edə biləcəyi anlamına gəlmir. Çünki təcili tibbi yardım zamanı xəstənin ümumi vəziyyəti, fiziki müayinə, görüntüləmə nəticələri və həkimin klinik təcrübəsi hələ də böyük əhəmiyyət daşıyır.